Ramiz Mehdivi birinci necə yola saldılar? İlham Əliyev orden verdi, nəm kostyumunu düzəldirdi, başını, nəm boynu əyə Ramiz Mehdivi belə güya ki, böyük hörmətlə yola saldılar. Ondan sonra nə oldu? Başladılar yavaş-yavaş Ramiz Mehdivin bu Əliyevin propagandası. Başladılar ki, ay Ramiz Mehdiv bunu elədi. Ondan sonra çıxartdılar ki, Ramiz Mehdiv toy eləyibdi, ətrafında hamısı İlham Əliyevi tərifləməkdənsə Ramiz Mehdivi tərifləyibdi. Yəni yavaş-yavaş gəldi. Birdən-birə olmadı ki, Ramiz Mehdivi 5 ilin içərisində yavaş-yavaş xalqın beyninə yeritdilər ki, akazsa bu İlham Əliyev görürsünüz bunu necə yola saldı, necə hörmətlə, qayda ilə yola saldı. Bu da İlham Əliyevin akazsa sadiq yox, bu da devlət çevrilişi etmək istəyir. İndi də başlayıblar eyni ssenarini, bəylər İlham Əliyevin başqa ssenarisi yoxdur. İndi başlayıblar ki, birinci ətrafını tutmağa və ondan sonra da ən yaxşı halda göstərəcəklər ki, bəylər Eyübov Ramiz Mehdivin akazsa 50-ci bir adamı akazsa bunların finansmanı bəylər Eyübov eləməliymiş. Ona görə Sevinç xanım, eyni bir oyundur. İlham Əliyevin yeni bir oyunu yoxdur. O artıq utanmadan həm dədəsindən varis qalan adamları məhv eləyir, həm də kim ki onun ailəsinin cinayətlərindən, korrupsiyasından danışan adamların kimisə paçka ilə tutturur, kimisə öldürtdürür. Əliyevin belə bir cinayət işləri Interpolda, bütün Amerika devlətdə, Avropa devlətdə hamı qəşəng bilir ki, İlham Əliyevin ancaq şəxsi öz maraqlarına görə bu işlər olur. Kimsə Azərbaycanda bir cinayət işi eləyibdirsə, o real cinayət işlərdən danışıram ki, devlətə xəyanət, yəni devlətin pulunu yeyibdilərsə, onları dəyilmir, çünki onlar özləridir. Ancaq real kim ki korrupsiyadan danışır, kim ki reallığı, həqiqəti ortaya çıxardırsa, o adamlar hədəf altındadır. Vergi bir tərəfdən artır, benzinin, dizeldə qiyməti bir tərəfdən artır və biz ümumiyyətlə görürük ki, 2026-cı il büdcəsi böyük bir hissəsi məhz sanksiyalar, cərimələr hesabına doldurulacaq. Bu sizə nədən xəbər verir? Yəni artıq heç gizlətmirlər də ki, bax gələn iliniz budur. Mən Sevinç xanım, ya İlham Əliyevin bu işdə xəbəri yoxdur, açıq-aşkar onun ətrafında İlham Əliyevi, yəni xalqa kim olduğunu göstərir. Çünki bundan qabaq, yadınızdadırsa, bəlkə bir həftə, 10 gün qabaq göstərdilər ki, İlham Əliyev belə Ermənistanla dostluğuna görə yolları açdı, taxıl gedir, nə gedir. Benzin gedir. Göstərdilər ki, elə benzinə gəlirəm də. Hətta göstərdilər ki, artıq SOCAR, Azərbaycan şirkəti artıq Ermənistanla, yəni biz o qədər artıq başlamışıq sülh müqaviləsinə düzgün yaxınlaşmağa, biz artıq alver eləyirik. Buradan Ermənistan devləti İlham Əliyevə təşəkkür bildirir ki, artıq indi Azərbaycandan benzini almaq hər bir Ermənistan vətəndaşına xeyir verir, çünki daha ucuz satıla bilir. Ancaq ikinci tərəfdən də İlham Əliyev öz xalqına benzini, nefti qiymətini qaldırır. Onunla da bizi Mirşahinlər üzərindən, Siyavuşlar üzərindən göstərir ki, güya ki İlqar Hacıyev, başqa siyasi blogerlər, kimlər, güya ki ermənilərlə işbirliyi eləyir, ermənilərlə işləyirlər. Yəni xalqın gözünün qabağında bizi xalq düşməni eləyirlər ki, biz ermənilərlə, düşmənlərlə işləyirik. Ancaq faktiki İlham Əliyev özü göstərir ki, erməni düşməndirsə, niyə bizdən ucuz benzini var? Yəni deyirəm, mən sevinirəm ki, bu sülh müqaviləsini hamımız gözləyirik və Trump bu işlərdə çox sağ olsun ki, Azərbaycan, Ermənistan arasında ən azından bu dəqiqə ölən yox, itən yox, ən azından kağızda da, nədə də olsa
insanlar bir-birini güllələmir. İkinci, İlham Əliyev buradan beynəlxalq hamıya göstərir ki, bu Ermənistana neft satır. Üçüncü tərəfdən ermənilər bizim xalqa belə gəlir ki, qıcıt verir ki, Azərbaycan neftini biz sizdən ucuz alırıq və sizdən ucuz bizim ermənilər, vergi ödəyənlər daha ucuz alır. Ancaq Azərbaycan vətəndaşı, Azərbaycan vergi ödəyicisi həm vergisi qalxıb, həm benzini qalxıb, həm də yeməyi qalxıb, həm produktu qalxıb, həm maaşı azalıb. Yəni bu baxmaq lazımdır. Xalq düşməni Sevinç Osman qızıdır, İlqar Hacıyevdir, yoxsa real bu dövlətin başında olan adamlar. Yəni dövlətin başında olan adam konstitusiya ilə İlham Əliyev bizim hər birimizin işçimizdir. O xalqın yəni yaxşılıq yaşamasına, xalqın gələcəyi üçün elə dediyi söz odur ki, onu eləyir, o onu çalışır. Ancaq biz görürük ki, hətta erməniləri bizim xalqdan daha çox istəyir. Yəni deyirəm, mən çox şükür ki, Ermənistan, Azərbaycan bu müharibə dayansın, o sülh müqaviləsi imzalansın, bu yollar açılsın. Yəni birinci, məni kimi adamlar, mən Ermənistanda evimi, mülkümü, ailəm itiribdir. İlham Əliyev ancaq qazanıbdır. Hər bir addımdan benzin satanda da qazanır, xalqımızın canına benzini 10 qəpik, 5 qəpik qaldıranda da qazanır. Bunun başqa bir məqsədi yoxdur. Xalqı əzmək və özünü nə qədər güclü, nə bilim, siyasətçi dünya üzrə göstərmək Sevinç xanım. Burada bir dənə əzilmiş xalqa yazığım gəlir, başqa bir şey yoxdur. Qiymətlər hələ durmayacaq da, qalxacaq da. Çünki Azərbaycan büdcəsində özümüz bilirsiniz ki, deşiklər var. Özümüz bilirsiniz ki, o neft qiyməti dünyada oynadığına görə, yəni Azərbaycanda gərək o pullar hardansa çıxsın. Neftin qiyməti azalıbdırsa, deməli o büdcə deşiyi var. Onu da nəyin hesabına? Xalqın hesabına, verginin hesabına. Ramiz Mehdevdən əlindən pullar devlətə qayıtmır. Biri var bu Ramiz Mehdev kimi, Bəylər Eyübov kimi. Saakashvilinin zamanında Sevinç xanım, yadınıza salın, Saakashvilinin zamanında Saakashvili vəzifəyə gələndə neynədir? Birinci Atlı Şvarnacın yeznəsində aeroportdan saxladı, geri qaytardı. Dedi ki, gedib devlətə bu qədər vergi ödəyəsən, oğradığın pullardan qaytararsan, ondan sonra devlət sənə amnistiya verəcək. Hər bir nazir, hər bir kimsə devlətdən pul oğramışsa, Saakashvili hər birinə, Sevinç xanım, onu apartdırdı, göndərtdirdi, devlətin büdcəsinə ödətdirdi. Ancaq biz görmədik ki, devlətin büdcəsinə Ramiz Mehdevin əlindən, Bəylər Eyübovun əlindən, başqa bir, hansısa bir İlham Əliyevin pulunu bir yerdə şərikli olan cinayətkarın əlindən devlətə bir manat pul ödənilibdir. Bəlkə belə bir jurnalist kimi xəbərimiz var, mənim xəbərim yoxdur Sevinç xanım. 17% ucuzdur Azərbaycan benzini. Onlara belə bir şərait yoxsa özümüzdə isə deyirsən ki, salam əleykum, siz indi bayrama hazırlaşırsınız, amma hər şeyiniz artır. Bilirsiniz nədir? Yəni İlham Əliyev bu jestlərdən göstərir ki, artıq Azərbaycan xalqın heç vecinə deyil. İstəsəm qiymətdə qaldıraram, istəsəm budur, bəx elə cinayətləri sayırıq, istədiyimi tuturam, istəmədiyimi öldürürəm, istəmədiyimi gedib xaricdə cinayət işi açdırıb gətirərəm, neyniyərəm. Xalq artıq qorxusundan çıxıb bundan sonra nə desin, necə eləsin Sevinç xanım? Xalq bilir ki, evindən ya qumbara çıxacaq, ya narkotik çıxacaq və yaxud da başqa bir şeylə şərlənəcək. Ona görə açıq-aşkar da vergiləri də qaldıracaqlar. Hələ 2026-cı ildə o Mehman bir gülməli rolikləri var. Deyir, Heydər Əliyevin vaxtında xiyarlar bu qədər idi. İndi xalq, üzürlü hesab eləsin xalq. Belə bir şeylər gəlir. İlham Əliyevin xiyarları bu qədərdir. İndi deyir, açıq-aşkar deyir, istəsəz budur. Yiyin də, istəsəz də istəməsəz də mən sultanam, mən padşaham.
istədiyimi öldürərəm, istədiyimi qovaram və mən ölkə mənim şəxsi mülkiyyətimdir. Siz də mənim hambalımsınız Sevinç xanım. Burada başqa bir şey gözləmək olmaz və reallıqla bu faktdır, həqiqət.